İndi sizə izah edəcəm dərinlik və referal qazancları. İlk öncə referal qazanc nədir? Şirkət sizə dəvət etdiyiniz hər bir üzvdən 50% qazanc verir. Bəli, bu heç bir şəbəkə şirkətində yoxdur. Heç bir networkda siz bunu görə bilmərsiniz. 10%, 15, 20% var. Amma 50% qazanc həqiqətən də möhtəşəmdir. Bu sizin referal qazancınızdır. Hər üzvdən 50% qazanc. İstər bu üzvünüz $10 gəlsin, istər bu üzvünüz $50 tərəfdaşlıq həm də aylıq ödənişini edərək gəlsin. Deməli 50% isə $10 bir üzvünüzdən siz qazanc götürəcəksiniz $5. $50 start verən üzvdən isə qazanc götürəcəksiniz $25. Bu sizin referal qazancınızdır. Həftədə bir dəfə oldu, bir dəfə 50% qazanc əldə edəcəksiniz, 5 dəfə oldu, 5 dəfə 50% qazanc əldə edəcəksiniz. Ona görə də siz xanımların qrupda həftəlik qazanclarını görürsünüz. 70, 80, 100, $150. Bəs dərinlik qazancı nədir? Dərinlik qazancı isə siz hər bir üzvdən 15 dərinliyə qədər qazanc əldə edə bilirsiniz. Bu nə deməkdir? 15 dərinliyin gəlin sadəcə burada mən sizin üçün 5-ini çəkəcəm. Deməli, birinci siz dəvət eləmişsiniz Aysel xanımı. Aysel xanım dəvət eləyib Günay xanımı. Bax, bu sizin ikinci dərinliyiniz sayılır. Dəvətiniz yox. Ayselin dəvətidir bu. Günay xanımın dəvəti Şəfa xanım. Diqqət eləyin, Günayın dəvəti Şəfa. Və Şəfanın dəvəti Ramilə və Ramilənin dəvəti isə Günel. Baxın, bu sizin artıq 5 dərinliyiniz sayılır. İndi bu 5 dərinlikdən siz nə əldə edəcəksiniz? Bunu sizə izah edəcəm. İlk öncə Aysel xanımdan siz nə qazanmışdınız? Aysel xanımdan 50% qazanc qazanmışdınız. İndi Aysel xanımın hər bir dəvətindən siz 10% qazanc əldə edəcəksiniz. Bəli, Aysel xanımın hər bir dəvətindən. Aysel xanım bu həftə 5 dənə dəvət elədi. 10% qazanc əldə edəcəksiniz. Bu $10-ladırsa $10-ın 10% eləyəcək, $50-ladırsa $50-ın 10% eləyəcək. Günay xanım, sizin artıq görürsünüz, birinci dəliniz Aysel idi, ikinci Günaydı. Günay xanımın hər bir dəvətindən siz 5% qazanc əldə edəcəksiniz. Daha sonra üçüncü dərinliyimiz Şəfa xanımın hər dəvətindən yenə 5% qazanc əldə edəcəksiniz. İndi bunu burada struktur olaraq da göstərəcəm. Daha sonra Ramilə xanımın dəvətindən, hər bir dəvətindən siz 3% qazanc əldə edəcəksiniz və Günel xanımın hər bir dəvətindən siz 2% qazanc əldə edəcəksiniz. Tutalım ki, siz gəlmisiniz bir ay ərzində sadəcə Aysel xanımı, Günay xanımı dəvət eləmişsiniz və bu Aysel və Günay xanım sayəsində sizin komandanız inkişaf eləyir, dəvətlər gəlir, siz gümüş rütbəsini açırsınız, dərinlikləriniz yaranır və tutalım ki, hansısa həftələrin birində Günay xanımın 3 dəvəti oldu, Şəfanın az işlədi 2 dəvəti oldu. Aysel isə yaxşı işlədi. Buradakı qazanc planını görür. 5 dəvəti oldu və Ramilənin isə 1 dəvəti oldu. Siz həmin həftə 5, 8, 10, 11 nəfərdən qazanc götürürsünüz. 5, 8, 10, 11 nəfərdən. Düşünün. Siz bunları həmin xanımlar gəldiyi an, bir həftələri tamam olan kimi götürürsünüz. Yəni, dərhal həftə tamam olan kimi. Dərinlik qazancı o qədər möhtəşəmdir ki, siz misal üçün keçən həftədə Xəyalə ilə danışırıq. Deyir ki, mən hazırlaşırdım böyük bir səyahətə getməyə və çalışa bilməmişdim. Həmin həftə mənə deyir ki, mənim qazancım olmayacaq. Mən səyahətdən gələndən sonra işləyəcəm və növbəti həftələrdə götürəcəm. Ondan əvvəlki həftədə də Xəyalənin 110, 119 manat, $119 belə qazancı olmuşdu çalışdığına görə. Çox çalışqan qızdı bu arada. Və Xəyalə ilə danışırıq, deyir, mənim heç qazancım olmayacaq. Amma Xəyalə, misal üçün deyirəm, adları eyniləşdirib deyəcəm. Ayseli dəvət edib, Günayı dəvət edib, Şəfanı dəvət edib. Haradasa Xəyalənin 5-6 dəvəti var və mən bilirəm axı, Günay işləyib, Şəfa işləyib, 3 dəvət gətirib, 5 dəvət gətirib və Xəyalə edirəm ki, Xəyalə sənin bu həftə qazancın olacaq. Və həqiqətən də Xəyalənin həmin həftə qazancı oldu. 60 ya 65 manat idi. Xəyalə şoka düşmüşdü. Deyir, oturduğum yerdə işləmədən 60 manat pul qazandım. Bax, dərinlik qazancı bu deməkdir.